Hər vaxtınız xeyir olsun. Bu günləri çoxlu mənasını verən a lot of və lots of haqqında danışacağam. Bunların fərqli xüsusiyyətlərini tapacağıq və baxırıq ki, birinci birləşmədə artiklı var. Ona görə də load özü s-siz işlənmişdir. İkinci birləşmədə isə loads of olursa artiklı olmayacaq. Əsas fərqli xüsusiyyətləri bunların budur. İkinci əsas xüsusiyyət nədir? Daha doğrusu düzgünlük necə olacaq? A lot özü bitişik yazılmır, ayrı yazılır. Bu da bəzən testlərdə göstərilir, amma səhv götürürlər. Bunlar bitişik yazılmır. Baxırıq cümlələrdə daha çox yaxşı müşahidə edəcəyik. Birinci cümlədə artiklı verib, ona görə də a lot of apples fell from the tree olacaq. Çünki article var. Dedik ki, o zaman lot olur. İkinci cümlədə isə burada artıq bitişik yazılıb a lot. Ona görə də səhvdir. There are lots of birds in the garden olacaq. Və üçüncü cümləyə baxırıq ki, burada səhv olan nədir? Lots verib, amma dedik ki, artiklı varsa a lot olacaq. Ona görə də ikinci tərəf uyğundur. We saw a lot of stars in the sky. Və dördüncü cümləyə baxırıq ki, burada nə verib? Deməli, lot özü elə belə verib, amma article yoxdur. Deməli, səhvdir. Ona görə də we ate a lot olmalıydı. Amma burada doğru variant we ate lots of pizza at the party. Beşinci cümləni necə eləyəcəksiniz? Yadda saxlayın ki, əgər hərəkətə zərfi bağlıdırsa, bu zaman biz of-suz işlədəcəyik və baxırıq ki, burada da of yoxdur. Ona görə də bunu rəylərdə yazırsınız. Növbəti dərslərdə görüşənədək sağ olun.